Əziz tamaşaçılar, mən heç vaxt yalan danışmamışam. Ən azı buna cəhd etmişəm ki, yalan danışmayayım. Vəfa Şərifova da hər zaman belə danışır. Öz güvənli. Olmaz. Nə bilim, gələ bilməz o bəy. O bəy məni yəni ayaq üstə qaldıra bilməz. Necə? Mikrofona. Baxırıq hamımız, Manaf mənim də baxır. Sən indi boş. O qapı açılsa, o mənim dediyim o bəy gəlsə, durmayacaqsan mı düşünürsən ayağa? Bir xanım bəyə görə ayağa durar. Durar. Niyə? Bizim elə mental dəyərlərimiz var ki, kişi içəri girəndə xanım durar. Ümumi dedin deyə. O ata ola bilər. Niyə həyat yoldaşı da ola bilər? Necə? Bax, nə deyirsən denə. O bəy gələcək. Və mən deyirəm bu sözü. Siz nə deyirsiniz deyin. Siz o bəyi bu studiyaya daxil olduğunu gördüyünüz an duracaqsınız ayağa. Gəlsin mi? Gedim qapını açın mı? Ha? Gözləyin. Gəlin. Hazırsan? Burada ışık yoktu. Aha. Gelsin mi? Açın mı o qapını? Bəlkə sən açasan. Gəlsin. Yo deyir, ona bak. Belə eləyir ki, yox. Ben açım siz. Sən, mən. Ben. Yani yerindən durmayacaq. Şükür olsun ki seni verdi Xuda. Gəlişinlə bu evdə yandı çıraq. Dilimizdən çıxan ən böyük dua, qapımızdan girən ən kiçik qonaq. Dilimizdən çıxan ən böyük dua, qapımızdan girən ən kiçik qonaq. Bir hədiyyə sən verilmisən bizə, var olan hər şeylə əlasısan. Kim deyir sevgi görünməyir gözə, sən bizim sevgimizin simasısan. Kim deyir Bəs mən heç bir bəy üçün ayağa durmaram deyirdim. Alqışlayaq bu anı. canım gözüm sən oğlum, şirin sözüm sən oğlum, sənə qurban olaram. Bəyə qurban olum mən. Bu bəyə duraram da ayağa. Qorxutmusuz oğlumu. Biraz sakitləşsin. Musiqi səsindən bəlkə biraz Qorxma, qurban olum. Qorxma. Ay Allah saxlasın. Atası sifətdir, atası sifət. Ay maşallah. Allah saxlasın. Necə qucaqlayır anasını. O belə işıqlara öyrəşməyib, biraz fərqli uşaqdır. Çok qurban olum. Ürəyi döyür. Allah!
Gözlük. Ne bakalım orada otursun. Oturmayacak. Ay atası sifət. Aha. Məhəmmədin də hamısı. Mənə versən konfet, mənə də ver konfet. Məhəmmədin yox, hamısı onun. Sənindir? Hadi. Hayır. Ana sözü deyirmi? Deyir, bəli, mama deyir, bəzi sözləri deyir. Ay maşallah. Neçə yaşı var indi? Artıq 3 yaş yarımdadır. 3 yaş Ay yarımdır. maşallah. 4-ün yaşının içindədir yəni. Ay Muhammed adına qurban sənə. Çok sıvıldı elbise. Allah. Aç ye. Məhəmməd. Nə qədər müddətdir ki? Hə? Aha. Sınavsız bunu, hə, onundur. Onundur. Saçları. Ay Allah, yaraşıqlıdır balamız. Yəni atası sifətdir. Bildiyin birə-bir atası sifətdir. Orada yeyirsən. Sən nə istəyirsən? Maşın alaq mı sənə? Mən alım mı sənə bir maşın? Maşın alsın. Maşın alım mı sənə? İstəyirsən maşın? O pultlu maşın var. Belə uzaqdan idarə olunan maşın. Otur burada da Məhəmməd. Gel otur, gel otur. İstəyirsən? Hə, otursun. Bir dənə o uşaqlar, buradan indi sifariş edin, veriliş bitənə qədər. O uzaqdan idarə olunan maşından. Aha. Maşın dedim gəlirsən. İstəyirsən maşın? Ağlayıb. Hə, deyir. Ağlayıb bala. Bu mikrofonu götürün. Tanımayıb yəqin ki orada, ya yad gəlib ona görə ağlayıb. Ağlamışdın sən? Yox, ağlamayıb. Böyük kişidir, hara ağlayır? Ağıllıdır. Ay Muhammed, Qurban olar. maşın istəyirsən? Hə, denən bəli. Bəli denən. Sən də bundan istəyirsən mikrofon? Mikrofon istəyirsən? Boy. Hoppa. Hə, Hiss olunur, və? Məhəmmədindir. Hə? Məhəmmədindir. Biri səndə, biri məndə. Oynayaq. Aha. Hə, rahat ol. Oğluna hansı mahnını oxuyursan? Oğluma, mən həmişə Aysunun mahnısını oxuyuram. Qızıma yananın ürəyi. O da bilir mən. Oğlum deyəndə rahat olur. Oğluma yananın. Valla mən el oxuyuram, deyirəm, oğluma yatanın ürəyi. Keçən dəfə demişdin. Ay Allah. Hə, elədir. Sən maşın istədin, sual ver anası, maşın istəyir mi? Maşın istəyirsən Məhəmməd? Denən, hə. Ya, deyil. Demirəm, deyir. İşarələrlə hər sözü deyir. İşarələrlə? İşarələrlə, mimiklərlə, amma... Müalicə alır mı danışmaq üçün? Bəli, Esmira xanımla yanına gedir gəlir. Esmira xanım? Bəli, Qafarova. Esmira xanımı da mən salamlayıram. İşini bilən bir həkimdir. Çox əsəbləri vardı, o sakitləşdi. Müəyyən sözlər deməyə başladı ora gedib gələndən. Və bir neçə dostlarımız var. Esmira xanım da. Esmira xanımın yanına, elə onu dəqiqləşdirmək istəyirdim. Bir neçə dostlarım var, övladlarını Esmira xanımın yanına aparıblar. Və bugün maşallah danışmaq nədir? Dildir otur, dayan, deyirəm, dayanmır. Deyirəm, bala, dayanmır. Məhəmməddə niyə biraz gecə olur? Çünki dərmanlar da demişlər, mən dərmanlar qoymadım. İstifadə etmədim. İstifadə olunmasına icazə vermədim. Ona görə biraz yubanıram. Əsas o da sakitləşib artıq, çox sakitdir, çox əsəbi idi. Danışa bilmədiyi üçün əsəb keçirirdi, amma müəyyən qədər artıq sözlər deyir, özünü, fikirlərini. İlk dəfə o mama deyəndə hansı hissləri keçirdin? Bir də gəldim, gördüm ki, Niyankaya mama deyib, sağ olsun. O boyda əziyyəti çək. Getdi əziyyət. O vərəfələrdə hamıya mama sözü rahat deyə, mama belə deyirdi. İlk mənə deyilmədi. Üçün o hissi Bir bacısını çox qısqanır. Çox. Oo. Bir-birlərinə yarışdadılar. Mama hansımızı çox əzizləyəcək, hansımızı çox... Qızının neçə yaşı var? Artıq 7 yaşı var, 1-ci sinifə gedir. Ay maşallah. Get, bu il birinci sinifə getdi. Heç görmədim, sizin şəklini paylaşmışdın mı? Yox, paylaşım eləmədim. Çünki 1-ci sinifə qədər paylaşa bilərdim. 1-ci sinifdən sonra olmazdı, ona görə paylaşmadım. Məktəbinə gedirsən valideynlər iclasına? İclaslar orada çox olunur, amma bayram, 18-i məsələn bayramda onların məktəbində ora gedəcəm. Gedirəm əlbəttə ki. Bizdə bir çəkiliş göndərək onu çəkək. Çəkmirik, göstərmirik. Olmaz uşağı göstərmə. Ay Muhammed. Bu nə saçlardır?
Yaraşıqlı. Yaraşıqlı mı istiyorsun? Ana pək tanıyırdınızmı Muhammed bundan əvvəl? O, aha. Təbii ki, tanıyıram. Dostumuzun evladını tanıyıram. Dostunuzun oğludur. Bəli. Hər iki tərəfli dostsuz da, sən həm anası ilə, həm Bəli, atası bəli, ilə. bəli. Amma atasının illərdir dostsuz. Atası ilə çoxdan dostum. Ceyhun, görmüşdün Məhəmmədə Videolarda görmüşdüm. videolarda. Yersən canlı da gör. Çoxdan da efirdə olunur. 1-2 il olar. Bir dəfə olub səhv etmirəmsə, o da Zahir Baxşəliyevdə çox balaca idi onda da. Başqa Ha, bir dəfə deyir Zahir Baxşəliyevin verilişində olub. Salamlayıram buradan da Zahir Baxşəliyevi. İllərin peşəkar aparıcısıdır Zahir Baxşəliyev. Yenə də şokolad istəyir. Və bir neçə verilişlər istəyib bu uşağın efirə gəlməyini, amma biz bunu etdik. Böyük danışmayaq artıq Vəfa xanım ki, mən durmaram heç kimə görə. Neydi, o elə balaca uşaq deyərdin deyə. O böyük kişidir. Kişisən O kişidir, sən. bəli. Görsən o da eləyir. Bu çox sağ olsun bizə yardımcı olan insanlar, Məhəmmədin bura gəlməyində bizə kömək olan insanlar. Allah bütün balaları qorusun.